Neməti 6 yaşında anası atası atıb. 6 yaşından sonra böyüyüb gedib atasını, anasını tapıb. Qardaşlarını tapıb. Doğma qardaşlarıdır. Eyni anadan, eyni atadan olan qardaşlardılar. Bəli, onları tapıb. Və onları tapandan sonra isə qəbul eləməyiblər. Nemət sonra ailə həyatı qurub 2 dənə uşağı olub dünyaya gəlibdir. Qəza keçirib. Dövlət bütün xəstəliklərini müalicə eləyibdir, öhdəsinə götürübdür. Həkimlər sağ olsunlar, müalicə eləyiblər. Xəstəxana hətta yer də tutublar o adam üçün ki, qalsın. Və bugün Nemət nə uşaqlarını görə bilir? Xanımı ilə uşaqları da atıb gedib deyəsən, hə? Bəli. Həkimlər demişdi ki, öləcək, ölməsi də ömürlük şikəst qalacaq. Ona görə anasının sözünə baxıb qoyub. Ananı internatdan çıxandan sonra tapdın sən, Nemət. Bəli, bəli. 2 qardaşını da tapmışdın. Qəzadan sonra onlar da mı getdilər? Bəli, qəzaya kimi arada sıra əlaqə saxlayırdılar. Qəza keçirəndən 3 ildir, 7 il əməliyyat olmuşam. Elə bir çox üzr istəyirəm. Uşaq evində olanda həmişə gözüm pəncərədə, qapıda qalırdı ki, bir gün gəlirlər, bir gün gələrlər. Orada o stresi yaşadım. Qəza keçirəndən sonra da həmişə xəstəxanada qapıda gözüm qalıb ki, bir gün gələrlər, bir gün gələrlər. Amma 7 əməliyyatla birini də heç kim görmədim. 7 dəfə əməliyyat olundun, heç kim o qapını açmadı. Heç kim. Nə anan, nə qardaşların, nə xanımın, nə də balaların. Heç kim. Mən Allah cənab prezidentimizə canını sağ eləsin. Məktub göndərdik. Məni sığınacağa yerləşdirmişlər. Məktubumuza tez bir zamanda cavab gəldi. Təmənnasız əməliyyatım, ağır bir əməliyyatımı prezident tərəfindən göstəriş verildi və elədilər. Mən düzdür uşaq evində böyümüşəm. Allah yenə cənab prezident canını sağ eləsin. Yaxşı yerləri var, tərbiyə edirlər, böyüdürlər. 33 yaşım var. Heç bir xüsusiyyətim yoxdur. İçki siqaretin dalına belə bilmirəm. İçki belə içməmişəm. Heç bir yanlış bir yolda olmamışam da. Düzdür, yaxşı tərbiyə verirlər. Amma ora ev deyil. Ora yenə uşaq evidir. Ora ev deyil. İnsan ana tərbiyəsi görməsəm də, yenə də Allah'a şükür tərbiyəm, qanacağım həmişə yerində olub, həmişə. Sadəcə keçirdim 7 əməliyyatından, sonuncu əməliyyatım ayağımı, sümüyümü qanqrena, infeksiya düşmüşdü. Həkimlərin səhi nəticəsində ayağımı kəsilməkdən qurtarıldı. Orada burada yata-yata, geri qalacaq yerim yoxdur. Orada burada yata-yata ayağımı infeksiya salmışdı. Haralarda yatırdın ki? Bağçada qaldım, sonra binaların badvalında qaldım, sonra nə bilim işlədiyim yerlərdə, restoranda, zadda, orada kabinetlərdə qalırdım. Yəni yeri yox idi. Elə ona infeksiya düşdü. Tez bildilər, sağ olsunlar, həkimlər təcili olaraq əməliyyat aldılar. Həmən infeksiya düşən sümüyü kəsib götürdülər. Təzədən 1 aydan sonra bir əməliyyat edəcəklər. Yəni ayağımın kəsilmə ehtimalı yenə 90%-dir. İhtimal infeksiya tam sağalmaya bilər. Dizdən aşağı kəsilmə ehtimalı var. Sadəcə olaraq bu qədər mübarizə apardım. 3 ildir mübarizə aparıram. Dirəndim. 7 əməliyyat keçirdim. 7 və narkoza girdim. Artıq dayana bilmirəm, bacara bilmirəm. Nə qalacaq yer, nə yiyəcək çörək, nə də dərmanlar, heç nə. Bacarmıram artıq. Çətinlik çəkirəm, sadəcə çox çətinlik çəkirəm. Yenə xalqımız sağ olsun, kömək eləyir. Bu əməliyyatdan 90% xalqımız kömək elədilər, dəstək oldular. Tək qoymadılar məni. Amma bir insan nə qədər xalqdan kömək istəyər, nə qədər hər dəfə kömək istəyəndə deyirlər sən əməliyyatın bitmədi. Təsir edir özümə də, bu məndən asıl olan bir şey deyil. Mən yaşamaq istəyirəm, həyatda qalmaq istəyirəm. Amma bacarmıram. Bunu bacarmıram. Dəfələrlə intihara cəhd eləmişəm. Mən tək qalıram. Sağlığımı özüm eləyirəm, yeməyimi özüm bişirirəm, çayımı özüm qoyuram, evi özüm yığışdıram. Allah eləməsin, nəsə olsa ölsəm, inan ki, heç kim xəbər tutmayacaq. Elə qalacam orada. Çünki bir evə də olsa qapı açan yox, gələn yox, maraqlanan yoxdur. Çox çarəsiz bir vəziyyətdə idim. Çox ümidsiz bir vəziyyətdə idim. Ümidimi təmiz kəsmişdim. Son anda sizin zənginiz biraz məni işıqlandırdı, həvəsi gətirdi. Çox sağ olun Zahir bəy, çox sağ olun. Allah siz canınızı sağ eləsin, Allah balanızı saxlasın. Həqiqətən çox sağ olun.
Deyirəm ki, bəzən sözün bitdiyi an olur. Bəzən mən leksikonda bir söz tapa bilmirəm ki, kimsə bəlkə indi oturub evdə qınayacaq ki, sən işin için bilmirsən, nəyi bilmirsən. Mən 6 yaşında atılan uşağın duyğularını yaşayıram hal-hazırda. Mən Allah ümiduna böyüyən bir uşağın duyğularını, hisslərini yaşayıram bu saat. Yəni pis idi, üçünü də atardın. Niyə ikisini atıb, ikisini saxlayıb birini atmısan? Niyə? Mən bunu başa düşə bilmirəm. Bunun bir izahı varmı? Varsa verin, lütfən. Bəlkə mən bilmirəm, nə baş veribdir, nə olubdur. Yəni, bu iki uşağı dünyaya gətirən qadın, bu oğlandan bu iki uşağı dünyaya gətirən qadın, yaxşıydı mı belə sağlam, nər boyda oğlan, boylu, buxunlu, 1.85 var mı boyun? 1.92. 1.92 boyunda bir oğlanı tapanda, ondan iki uşaq doğanda, dünyaya gətirəndə, ondan belə deyək də, həyatını yaşayanda hər şey yaxşı olurdu və indi ayağını itirib, ayağı zədəlidir, xəstədir, indi pisdir. Mənə bunun izahını verin də, lütfən. Bəlkə mən səhv danışıram. Bəlkə qoşulub deyəsən ki, Zaur sən səhv deyirsən, hə? Bəlkə qoşulub deyəsən. Bəlkə qoşulub deyə kimsə izahını verə, bəlkə anası izahını verə. Bəlkə gələsən, bəlkə üzbəyüz dayanasan, bəlkə balalarını gətirəsən yanına bir baxsın. Adam içki düşkünü deyil, narkoman deyil, adam pis yolun yolcusu deyil. Adamın nə xasiyyəti var, nə olub ki, hamı tərk edib, nə olub ki, uşağı olan ata xəstəxanadan gözü qapıda qalıbdır. Nə olub ki, iki qardaşı, ikisi də qardaşdır da, hə? İki qardaşı, bir dənə dəqiq nə baş veribdir ümumiyyətlə? Nə olubdur ki, bunların hamısı səndən imtina ediblər? Mən 96-cı ildə mənə 6 yaşım olub. Kətdə qardaşlarım böyük yox məndən 10 yaş. Onlar böyük olub. Onlar başqa bir kişidən olublar? Yox, eyni adamın uşaqları. Prosta vəziyyətləri yaxşı olmayıb. Anam, atam işləyib. Qardaşlarım da məktəbə gedib gəliblər. Mən evdə tək qalmışam. Yəni hamı yedi, bir loğma çörək tapdı, nemətə çörək tapılmadı. Sadəcə baxa bilməyib. Hamıya baxıla bilindi, bir dənə nemətə baxıla bilinmədi. Evdə tək qoyub gedə bilməyib. Hamı evdə tək qala bildi, bir dənə nemət tək qala bilmədi. Yəni belə izah olunub sadəcə. Özləri aparıb verib uşaq evinə, Zaur bəy. Çox üzr istəyirəm. Valideynlər veribdir uşaq evinə. Bəli. Yaxşı, verirdi bunun üçünü də verəydi, saxlaya bilmirsə. Onlar böyük olublar axı, 16-17 yaşları olub onların. Bu sonradan dünyaya gəlib. Sonradan dünyaya gəlib, balaca olub, saxlaya bilməmiş. Harada yaşayır anan səni? Şəkidə. Harasında? Bilmirəm, dəqiq tam bilmirəm, şəhərdə qalar. Heç olmasa yaşadı, adı nədir ananın? Gülbahar olmalı. Hə? Gülbahar olmalıdır. Olmalıdır? Tam yadımda qalmır. Gülbahar. Gülbahar soyadını bilirsənmi? Abdurrahmanov. Gülbahar Abdurrahmanov. Abdurrahmanova. Abdurrahmanov. Hə? Bəli, Abdurrahmanov. Abdurrahmanova. Kim qızı? Onu bilmirəm. Atanın adı nədir? Bəkir. Bəkir də Abdurrahmanovdur. Bəli. O hardadır? Rəhmətə gedib. O rəhmətə gedibdir. Sənin bir ata qohumların, ana qohumların varmı? Bibilərin, dayıların, xalaların, əmilərin? Bilmirəm o. Atılıb heç biri də sahib durmayıb, heç birində tanımayıb da burada. Çox üzr istəyirəm Zaur müəllim. Prezidentimizin qərarına görə sosial evlər verirlər internet uşaqlarına. Mənlə oxuyan bütün uşaqların hamısına dövlət tərəfindən mənzillə təmin olunub. Sadəcə mən qeydiyyata saldılar məni, sonradan atqaz gəldi. Səbəbini soruşdum, dedi ki, sənin anan sağdır. Ona görə sənə ev düşmür. Orada anası sağ olan o qədər uşaqlar var ki, anası atası sağ olan o qədər uşaqlar var ki, atılmış uşaqlar var. Yəqin ki, səni gəlib təzdən götürdüyünə görə, getdiyinə görə onların yanına. Yəni bioloji ailəyə deyib verdiklərinə görə sənə deyir ev düşmür. Mən elə bil ki, neçə illər gəlməyiblər. Sonra mən məktəbi qutaranda zəng edib rəhbərlik müdürlüyü. Hüseyin var bizdə, onun da anası var, ona ev veriblər. Amma o da qeydiyyatdadır, o da anasına. Ona verilməyib hələ, Hüseyin qeydiyyatdadır. Mən də sərəncam gözləyir ki, ona ev verilsin. Anası, atası olan adamlar var. Mən də sərəncam gözləyirdim ki, heç olmasa bir otaq verirlər, qalaram orada. O da deyir ki, Elbrus'la mütləq tərənə məşğul olun da, xahiş edirəm. Bir Sosial Müdafiə Nazirliyinə zəng vuraq, bir əlaqə saxlayaq, bir adını deyək. Düzdür, bu saat elə Sosial Müdafiə Nazirliyinin sosial sığınacağında qalmısan da sən bir ay. Bəli, 6 ay orada qalmışam. 6 ay orada qalmışsan. Yəni bir də əlaqə saxlayaq ki, bu uşağın aqibətini. Bəs sənin yoldaşın və xanımın hanı? Yoldaşım Xanımın hardadır? Balaların hardadır? Maması gedə qalırlar. Onlar niyə səni tərk elədi? Onlar hal-hazırda anası deyir ki, gəl barış, mən niyə getmirəm. Səbəb odur ki, həkim onlara dedi ki, yoldaşım mən komada olanda. Dedi ki, öləcək, ölməsə də ömürlük şikəst qalacaq. Bu da anasının sözünə baxıb xəstəxanada qoyub getdilər.
Sonradan 6 ay dövlət mənə sığınacağa yerləşdirdi. Sonra əməliyyatlar oldum. Prezident tərəfindən göstəriş verildi. Əməliyyatlar oldum. Yavaş-yavaş özümə gəlirdim. İki əməliyyatdan sonra, axırıncı əməliyyatdan sonra qaynanam zəng eləmişdi ki, əgər sağlamısansa qayıt evə. Mən də qayıtmadım. Əgər sağlamısansa, mənə onları maddi dəstək gözləmirdim. Mənəvi də dəstək yanımda olsaydılar, bəs edərdi mən. İndi sənin ürəyin barışmır onlarla. Bəli. Amma gəl belə deyək, yəni xanımını sən əslində belə bəlkə də pis təsir eləyəcək bu sözüm. Yəni səni atan doğma qadından sonra, yəni yad adamlardan nə gözləməliydin bu bir. İkinciyə qalan yerdə sənin o cürə gözəl gül kimi balaların var. Məncə sən ailənlə barış. Barış, bu bir sınaq idi. Ola bilər kimsə, mən başa düşürəm səni, həssas nöqtədir. Bəlkə də, bilmirəm, ekspertlərimiz nə düşünürlər? Sən atasız qoyublar, anasız qoyublar. Sən heç olmasa o balaları atasız qoyma. Sən mütləq. İstəyirəm, mən elə səviyyəli, abru hayalı oğlansan. Barışmaq olar, barışaram. Amma sabah yenə bitirəsəm, yenə yarımçı qoyacaqlar. Övladların da var, yox. Siz ümumiyyətcə, yəni ki, bu əməliyyatlar olunmuşsunuz, haradasa qalırsınız da, yoldaşınız cəhd göstərir ki, uşaqları götürsün, yanınıza gəlsin, sizlə maraqlansın. Bəli, bir dəfə sığınacağa gəliblər, orada qalırlar. Gəlib uşaqlar, yəni sizi görüb də, hə? Və eləyib də adam da, sən də mənim haqqına niyə girdirirsən? Bəlkə sən bir özünü sındırasan da. Niyə sındırsın? O da həyat onu sındırıb da. Qürurumu sındırasan Həyat onu elə qürurunu da sındıra-sındıra gətirib də həyat onu. Qürur da sındırıb, qürur da qoyublar qalan. Mən istəyirəm, mən bu vəziyyətdə heç bir qazancım da yox. Mən o uşaqlara haradasa qaynanamcıda qalma yeri yoxdur, mən qala bilmirəm. Arada qalım. Adda çarəsiz vəziyyətdə nə qalacaq yerim var. Sırışdırmır ki, imkanları yoxdur. Onlara dəstək ola bilmir. Yox, başa düşürəm də, əgər sənə zəng vurub evə dəvət eləyiblərsə ki, gəl ginən, qal burada, evə qayıda bilərsən, hansı evə qayıda bilərsən, harada yaşa? Bu uşaqların neçə yaşı var orada? 9-10. 9 yaşına qədər harada yaşamısınız? Qaynanamcıda. Vəssalam səni çağırırlar ki, gəl də, ən belə emosional çağlarınızda qaynananın yanında olmusan. Sən niyə qayıtmırsan ki? Çox istəyirəm, bu qəzadan sonra İşləyirdin ona görə də. İşləyirdim, kirədə qalırdım. İndi nə olar ki, 10 il işləmisən, kirayədə qalmısan, balalarına baxmısan, özü əyinlərinə, başlarına baxanda hiss olunur ki, qəşəng saxlamısan, zəhmət çəkmisən. İndi nə olar? Mən istəyərdim xanımın ələ. Xanımın nömrəsi varmı? Yox, məndə yoxdur. Mən telefon elə bir qəzadan sonra telefonum qırıldı. Heç nömrəsini yadında saxlamısanmı? Təxmini bəli bilirəm. Zəhmət olmasa yaz bura qoy gəlsinlər, bizim əməkdaşlar götürsünlər, bir əlaqə saxlasınlar. Pensiya alıram 3-cü qrup. Alırsan? Onu da balalarıma vermişəm, uşaqlara vermişəm. Kartı vermişsən onlara. Bəli. Alırsan da. Bəli, 3-cü qrup pensiya. Bu çox maraqlıdır. Yaxşı, pensiya təqaüd kartım bizdə olsun. Biz ay-bay bunu buradan çıxardacağıq. Amma bir qab yemək gətirib sənə verə bilmirlər. Elçin, yaxınlaş bir dənə nömrəni götür. Necə olur? Yəni, kartı ver, bura sən hara getsən get. Haqqına girmək istəmirəm, bəlkə belə deyil. Əgər belə deyilsə, zəh vursun bir əlaqə saxlasın ki, görək nətərdir. Bu adam niyə ortalıqda qalıbdır? Sən buradan onda bəlkə biz yoldaşına səslənək gəlsin yoldaşı da. Bir balalarını gətirsinlər, gəlsinlər, bir danışsınlar. Tabii ki, yəni hal-hazırda onun yanında olmalıdır. Onun onsuz da maddi dəstək bu dəqiqə ona heç kəs dura bilmir. Onsuz da əməliyyatları və s. qarşılanır, amma mənəvi dəstəyə çox ehtiyacı var. Görünür ki, motivasiyası da çox yanlarına aşağıdır. gəlsinlər, yoxsa necə? Sən özün istəmirsən bu saat onları, yoxsa necə? Ən son nə vaxt danışmısan yoldaşınla? Keçən ay danışmışam, telefonla uşaqları yığmışdım görüntülü. Danışmışam, ondan sonra da əməliyyata girmişəm. Əsasım, sonra danışmamışam. Sonra onlar yığmayıblar geri sənə? Yox, uşaqların telefonundan qırılıb, elə bir ki, onların nömrəsini yığmışdım mən. Sonra mən bir dəfə yığıb, qaynanam yığıb ki, qayıt gəyə. Prosta yığış eləmişik, yığıblar. Elə bir qaynanam yığmışdı, qayıt gəli və nömrəni bir dənə yığın görək. Onlar da evi bir otaqdır, ailəvi çoxdur. Mən bu ayaqla gəlib orada təzədən ayağıma infeksiyası düşər deyə getməmişəm. Onlar görünür ki, bunlar dəvət eləyirlər. Bunun daxili küskünlüyü var, bunun... Həm də idarəsiz qaldı, orada mən ayağıma elə bir ki, kimdə bir infeksiya düşsə kəsilə bilərdi bir də. Elə bir ki, həmən sümüyü kəsib ət doldurublar yenə. İnfeksiya yəni qaçılmazda düşsə, çətin olar. Sağ olsunlar, həkimlər mənə ev tutdular. Hal-hazırda
kirə pulunu da bir aylıq veriblər, dərmanlarımı da alıblar. Harda qalırsan ki sən? Baksol küçəsində. Orada həyət evi tutublar, bir də bir otaqlı, Allah'a şükür, indi qalıram. Orada, Bəs onda sizin də istəyiniz nədir? Gülbahardır da anasının adı. bəli. İstəyiniz Abdurrahmanova Gülbahar Bəkir qızı. Sadəcə gələn ay yenə əməliyyat olunasıyam. Həkimlər bir ay dərmanlarımı alıblar, bir həftənin dərmanlarımı. Həkimlər nə lazımsa eləyir ay Neymət. Yox, Hansı eləyiblər. xəstəxanadadır bu? Eləyiblər. Sən ailənlə münasibətləri bir Hansı qayda. Cərrahi klinikada. Aslan doktor. Tədris Cərrahiyyə Klinikasında. bəli. Hansı həkimdir? Aslan doktor. Aslan doktor. Əvvəla təşəkkürümü bildirirəm. Çox Buradan sağ Aslan olsun. doktora Allah razı çox sağ olsun. Tədris Cərrahiyyə Klinikasının dəyərli həkimidir. Afət Var doktor, olsun. Aslan doktor. Bəli, biri plastik edib, biri də sümük. İki həkimlə ediblər. Sağ olsun. Bir o birisi həkimin adı nədir? Afət doktor. Afət doktor. Bəli. Afət doktoru da yəqin ki plastik cərrahiyyəsini o Bəli, edir. bəli. Afət doktoru da buradan salamlayıram və təşəkkürümü bildirirəm Tədris Allah Cərrahiyyə canınızı sağ Klinikasında. Sağ olsunlar. Növbəti əməliyyatlarında da dəstək olacaqlarını söz veriblər inşallah. İnşallah. Biz də nə lazımsa lap sizi efirə də dəvət eləyə bilərəm. Mən problem deyil. Yəni bir insana belə dəstək olduğunuz kimi hansı ki bunu heç işıqlandırmadan, eləmədən bu addımı atmısınız. Mən sizə minnətdaram və doğrudan da təşəkkürümü bildirirəm Tədris Cərrahiyyə Klinikasının bütün yaradıcı heyətinə, rəhbərliyinə, hər kəsə, eyni zamanda Aslan doktorla Afət doktor. Afət doktora da buradan təşəkkürümü bildirirəm. Məhz Neymətə elədiyiniz yaxşılığa görə. Xanımının nömrəsini verdinmi Elçin? Bir dənə xanımı ilə əlaqə saxlayaq, Tərənə nömrəni gətirib Elçin sizə. Xanımınızın adı nədir? Yetər xanım. Yetər xanıma Efirə müraciət- qoşun, efirdən çağırsın. Yetər xanıma müraciət etmək istəyirəm. Yetər xanım, burada oturan bəy sizin uşaqlarınızın atasıdır. Sizin ailənizin başçısıdır. Siz nəyə görə bu qədər laqeyd? Yəni ümumiyyətlə bir xanım, bir qadın, bir insan nə qədər laqeyd ola bilər ki, bunun bu vəziyyətində onu qoyub çıxıb getmisiniz? Özü necə laqeyd uşaqlar deyil. Əgər Özü Sevil xanım, özü vurğulur ki, onlar dəvət eləyiblər. yox, dəvət Qaynanası eləmək, dəvət eləyir. dəvət Bunun eləmək, yanında qayğı İlkin olaraq göstərmək yalan da demək danışmır. deyil. Bu adam- En azından yanında En olur. azından Dəvət eləmək səmimi sevgi deyil. göstərmək deyil. Dəvət eləmək nədir? Dəvət eləmək Evi nədir? var, orada qalırlar, deyir, Bu gəlsin, insan burada şikəst qalsınlar. Gəl olubdur. götür apar. Deyə bilərik, kimsə mənə zəng eləsin ki, Sevil xanım, sizi gözləyirəm, bizə gəlin. Xeylə deyil, o gəlməlidir, qayğı göstərməlidir, Yox, gəlməlidir, naziş göstərməlidir, məsələn, sevgi mən göstərməlidir. xəstələnəndə, hətta belə deyək də, korona belə tutanda, Günay qapının ağzından əl çəkmirdi ki, uşaqlara aparıb Sevgi konuşam odur, qaynam, ailə dedim, mən burada odur. yatacam, buradan Vəssalam. çəkilən Bəli, deyiləm. bəli. Yəni, bilirsiniz, o xəstələnəndə eyni zamanda mən Bəli, orada ki, uşaqları belə evdən olmalıdır. çıxardaq, biz onlara yoluxmasın, onlara bir şey olmasın, Sözsüz. amma biz öz aramızda, mən Yəni fərqi bir yoxdur, yerdə mənim olaq, bəs. doğma adamın xəstə olsa, hətta Qarşılıqlı virus olmalı, daşıyıcısı olsa, əlbəttə gedib ki, onun bütün- ağzının içində oturarım. Hamımız Yəni, eləyik. oradan Dəstək çəkilmərəm. azından. Yəni, sən uşaqları qoyardın qaynanan gilə, ananın yanına, gələrdin ərinin yanında oturardın da səhərdən axşama kimi. Onun qulluğunda kim durmalıdır? Bunun qulluğunda bu yeməyini nətər bişirsin? Ayağını nətər yusun, təmizləsin? Nə bilim, əyninə, başına nətər fikir versin? Dəvət Paltarını eləyirik 2 dəqiqədən bir nədir? nətər Dəvət yusun, Səvdəli də təmizləsin? olan deyil, belə səmimi, Yəni bunu düşünmür Şahin xanımı. Yarı yaraşı hamısı yerində. Da bunda Adam- nə sevgi oldu? Niyə Özdə sevgi elə oldu? hey deyir ki, Ha, mən biz demişik də, qaynanam gəl dəvət bizə. edir. Qaynanam dəvət et demirim, mənim yoldaşım gəldi, üzr istədi mənə. En dedi ki, azından üzr- gəlib Alo. aparmalıdır. Adı nədir özü yoldaşın? aparmalıdır. Yetər xanım. Alo, Alo, salam Yetər, necəsiz? sağ olun. Zaur Baxşəliyev də sizin narahat edən bizimlə səndən. Buyurun, buyurun. Yetər, siz Neymətin əməliyyatlarından sonra heç onun yanına gəlməmisiniz. Nə məsələdir, nə baş verib ümumiyyətlə, nə olubdur? Elə bir şey baş verməyibdi. Sadəcə imkan yoxdur, ona görə. Yəni imkan yoxdur, məsələn, bu heç olmasa bir evə sığınıb qalıb da, burada onun üçün ev tutublar. Olmazdımı ki, məsələn, uşaqları qoyasan ora, özün gələsən, onun qulluğunda durasan. Axı bunun ayağı yaralıdır, qalxa bilmir, geyinə bilmir, yemək bişirə bilmir. Bəs bu, sən nətər həyat yoldaşı oldunuz bir-birinizə? Düşün ki, sənin Allah min ağac uzaq eləsin, sənin başına elə bir şey olsa, gəlsəydi, Neymət gəlməsəydi, sənə necə təsir eləyərdi? Pis təsir eləyərdi. Sadəcə imkansızlıqdan, mən də qalmışam pis vəziyyətdə də, yəni ki, Bax, indi Neymət uşaqların həzrətidir. anangilin yanındadılar, elə deyil. bəli. Onların yanında qala bilirlərmi? Məktəbə gedib gəlirlər orada. Hə, orada məktəbə gedirlər. Bəs heç olmasa sən gəl uşaqların bunun yanında dur günanda nə olar ki? Nə tələb olunur ki səndən? Tək qoya bilmirəm axı uşaqları da. Evdə heç kəs yoxdur. Yox, yox. Ümumiyyətlə, Neyməti imkansızlıq sevirsənmi? səbəb Bunu deyil. soruşum səndən. Sevirsənmi bu adamı? Əlbəttə ki,
Bəs nətər sevirsən ki, əməliyyata girib xəstəxanaya Tək gəlməmisiz? qoymuşsunuz Yaxşı, tək qalır adam burada, gələ bilməmsən yanına. Bir tikə yemək göndərməmisiz rayondan, paltarı yuyulmur və bu sənin ömürgün yoldaşıdır, rəsmi nigahdarsınız siz bir Uşaqların yerdəsiz, atasıdır. uşaqlarının atasıdır, sevib ailə qurmusan. Yəni onsuz da o bir dəfə travmasını alıbdır. Bəlkə nəsə başqa bir şey var ortada. Bəlkə bu doğrudan pis adamdır. Bəlkə elə bu elə atılası adamdır. Bəlkə nə bilim inciməyə nemət. Yəni bilmirəm də, yəni doğrudan da mundar adamdır. Bəlkə elə bu elə hamı tərəfindən tullanılası adamdır ki, anası da eləyib, sən də buradan belə, balaları da elə. De də, yəni mən bilmirəm nə baş veribdir. Doğrudan da pis adamdırsa de biz də deyək, buradan çıxardaq studiyadan çıxsın getsin. Pis adam deyil, sadəcə mən də kiminsə əlində möhtacam. Başa düşürsünüz, mənə də anam gül baxır, onlar da neçə baş ailədirlər. Mən də onların şeyində, himayəsində qalmışam. Bəs yaxşı, bu qazananda, gətirəndə, sizi yedizdirəndə 9 il, 10 il əziyyət çəkib bu adam, olub? Bəli, ailə baxıb. Aysa, 2012-ci ildən düz 2022-ci ilə qədər də, bu əvariya düşənə qədər, qəzaya keçirənə qədər qazanırdı, heç olmasa bir azdan çoxdan əli gətirirdi. Hə. 10 il sizə baxıb, yedirdi, biçirdi. İndi pis, yaxşı, bəlkə də Zar bəy, istədiklərinin adamın hamısını... pensiyası da Hə, var. istədiklərinin hamısını ala bilməsə də, heç olmasa nələrsə eləyib. Bax, o balalarının şəklinə baxıram, geyindirib, gecindirib, kirayə evdə qalmısınız, pis, yaxşı günlərinizi keçirtmisiniz. Hə? Olubdur, demirəm mən pisdir, filan, belədir, elədir. Yox, sadəcə onun özü də bilir ki, mən də 6 baş ailənin içində qalıram, anamdır, ailəsidir. Onlara tabiyəm də, onlar baxır mənə. Uşağıma da onlar baxır, mənə də onlar İstəyirəm. Ay baxır. xanım, Anasının sözündən çıxa bilmir. sevginin diqqətindən Görüşməkdən diqqətdən söhbət gedir. Bu imkanlar qoyduq imkanı kənara. olur ki, sevginin diqqətin imkanı olur. Ona heç bir imkan dəlalət göstərmirsən. Ola bilər ki, cibində bir qəpik pulun olmaz, amma elə bir sevgi, diqqət göstərə bilərsən ki, Bəli. o Mənəvi milyonlara onu bərabər qaldırar. ola bilər. Bəli, bəli. Milyonlara Mənəvi bərabər ola bilər. qaldırarsan Siz onun nə ayağı. danışırsınız? Elə ruh kimi oradan danışırsınız ki, imkan olmadı, imkan olmadı. Onsuz da maddiyyət Sən tələb iki olunmur uşağının ki, atasıdır. hal-hazırda. Nə imkan? Sən gələrdin o yatdığı yerdə Ay oturub. xanım, sən ona Deyir mənlə ki, dəstək ol. deyir ki, mən orada nə bilim orada yatırdım, burada yatırdım. Gələrdin onun yanında yatardın, daşın üstündə yatardın. Sevgimi elə göstərərdin. Deyərdin mənim də buna gücüm çatır. Pul gətirə bilmirəm sənə, qazanc gətirə bilmirəm, özüm də ələ baxıram. Amma sənə bu sevgini verə bilirəm. Siz nə danışırsınız ay xanım? Sizin insanlıqdan xəbəriniz yoxdur. Tam diqqətdən kənarda qoyubsuz. Qohum əqraba da, övladlarından Demək deyilik. pul olanda yaxşı olur, sağlam olanda Valla belə yaxşı olmaz ki, olur. belə olmaz ki. Amma indi bu günləri pulu yoxdur, xəstədir. Elə oradan ruh kimi deyir ki, mən də ələ baxıram. Ələ baxırsan sevgini göstər, ələ baxırsan bir qadının, kişinin bir-birinə göstərdiyi o sevgilərdən, münasibətdən, qayğıdan, diqqətdən qayğıdan söhbət gedir. Diqqətdən, Sevgi də qayğıdan qalsın gedir. o yana. Elə ancaq ağzını yumur, imkan olmadı, ağzı da açır, imkan olmadı. Onsuz da Mən sizi mənəviyyat, çox qınayıram, onsuz Yetər da xanım. hal-hazırda maddi bir şey də tələb olunmur ki, onsuz da həkimlər yığışıb ev tutublar Nemət bəyə. Hər halda ev tutublarsa buna bir maddi dəstək də olublar ki, bu yeməyi bişirə bilsin. Valla özünə bir aylığına da mən qidası kömək var. eləyərəm. Xanımlar Həmin evdə istəyirlər sadəcə qalmağına yanında nə qədər olmasını da. ödürsünüz ora? Onun bir aylığında mənlikdir. Mən götürürəm möhtəməm. Sağ ol, Zalim. Qal, ikinci ayda qal orada. Allah canı sağ ol. Valla bugün çıxan kimi həmən verərəm, sən aparıb verərsən. Xanım, ən Çox sağ ol. İkinci ayda azından qal. uşaqları qoy anonun, atonun yanında, özün gəl bunun yanında qal. Zabi, Uşaqlar onun da işi uşaq deyil 2 ki, ayını da onsuz mən da. verərəm. 4 ay. Hə, 4 ay. Qoy Bundan olsun sonra. Zahir bəy, qoy olsun 5 ay. 3 ayını da mən verərəm. Qoy olsun 5 ay. mən də verirəm. Sağ ol. Könül Sağ xanım. ol. Çox sağ olun. Allah razı olsun. Allah mənə versin. Ən azı Təşəkkür edirəm. 5 ayın tamam oldu. Bəli. Yəni 1 ay mənlik, 3 3 ay sizlik, Bəli. 1 ayda Könül xanımlıq. Yəni ən Allah azı razı 5 olsun. ay o evdə qal ginan. Çox sağ ol. Hər Təşəkkür ay bayı biz buradan təhvil verəcəyik, Elçin təqdim eləyər. Kartın Gəl, səndən nə bəs gedir yaxşı. belə? Gəl otur yanımda. Bəs yazıq deyil bu adam, ay qız. Bəs yaxşı, təqaüd kartı da sizdədir. Elədir, elə deyil. Təqaüd nə Hə, olursunuz? uşaqlarındadır. Heç o nə qədər təqaüd çıxır oradan? 150 manat. Hər nə? Bugün bu vəziyyətində sən o 150 manatı belə özün yeməyib, balalarına oradan buradan, verirsən. indi gəlin etiraf eləyək də, bu adam o nəyə gücü çatır bu dəqiqə? Onun o 150 manatı o dövlət tərəfindən verilən pul, onu da verib göndərib ki, vicdanı Çöllərdə sızlamasın. yatıb adam, çöllərdə yatıb amma onu belə göndərib ki, ən azından Yetər, düz eləmirsən, Allah haqqı düz eləmirsən, yetər. Eləmə belə. Yetər, onsuz da o anası, atası tərəfindən atılıb 6 yaşından o ən böyük travmasını Onsuz da alıbdır. yaralıdır. Onsuz da yaralı adamdır da bu adam.
Bizim Mən heç birimiz atmamışam həyat onu. qarant deyil ki, biz sabahlarım kiminə imkan gedir. yoxdur. Nətər? Biz də kiminsə əlində qalmışıq. Biz də kiməsə baxırıq. Ay Xanım, yetər. durmadan Səni yeni şey inandırım deyirsiniz. ki, kiminsə deyil, əvvəla o sənin atan anan da, ay yetər. İkinciyə qalan yerdə də ki, bəs sən bunun yanına elə o uşaqları orada qoyub 10-15 manat da maksimum 15 manat ha yol pulu ki, gələsən qaydasan. Və gəlib heç olmasa bir gün, ayda bir dəfə, 2 dəfə gəl onun altını, üstünü süpür, təmizlə, paltarlarını ütülə, yeməyini hazır qoy qabağına, çıx getdə. Nə olar ki, səndən nə tələb olur? Mən də kiminsə himayəsindəyim. Sən özgə adamın himayəsində desən, yad adam baxmır ki sən, öz doğma atan anın baxır sənə, öz doğma ailən baxır sənə. Bəs bu da sənin doğmandır da, bu da sənin uşaqlarının atasıdır da. Sən də gəl onu yaşat da, onun mənəvi dəstək oldu. Yanında ol. Bütün Yanında vücudumla ol. hiss elədim adamın Mən də bu da yaşadıqlarını. tüklər oldu mənim. Bütün vücudumla elə empati qurdum, elə bildim özüm yaşamışam. Zahir bəy, biz səhərdən düşünürük ki, bəlkə nəsə var, bəlkə Bəlkə, nəsə amma var, heç nə elə yoxdur heç nə də yox imiş ortalıqda. ortada. Həqiqətən də atılıb, Ciddi həqiqətən də bir- cürmə ciddi baxılmır. bir- Həqiqətən də elə necə gəldi o buraxılıb ki, Dediyi necə düzdür, hamısı. gəldi yaşasın. Dediyi hamısı doğru çıxdı da. Nəsə səbəb tapsınlar buna. Nəysə, görünür ki, bunun bu vəziyyətində buna Biz iyadə insanın eləmək duyğuları- istəmirlər. Uşaqlarımı qoyan Bu onun dedi ki, yanında ayağı git o işlə, vəziyyətdən sən də olur, pul ayağı da qazan, malice saxlayır da Və yaşayır mən da anlaya birlikdə. bilmirəm. Bizim Baş-başa üçün deyil. nemət budur ki, Malice heç olur, kimdir də. Bizim sağ nə öz doğmamızdır, nə bir şey. Bizim üçün yad bir adamdır və biz Dünyada insanı nə ac qalmaq öldürər, nə susuz qalmaq öldürər, nə yeməksiz, nə paltarsız, nə evsiz qalmaq. Dünyada insanı etinasızlıq öldürər. Etinasızlıq öldürər. Bəli. Və o sevgisizlik öldürər insanı. Zahir bəy, hər kəs bu dünyada bir sınaq verir. Nemət sınağından yaxşı çıxır, hər kəs ona dəstək olur, amma o xanım sınağından heç də yaxşı çıxmır. Heç də. Heç. Bu yazığın bəxti əvvəldən gətirmədi ki, əvvəldən atanı atdı bunu. İndi bunlar atır. Bu Mən yazığın bilirəm yenə də olub, gec atan deyil. Mən sizə bir şey deyim. Mən indi aparıcı kimi danışmaq istəmirəm burada. Bir kəlmə ürəyimə gəlir. Bir kəlmə. Mən bağışlamazdım. Bəli. Ona görə. Məni ağır vəziyyətdə qoyub gedən Bəli. insanı, xəstə yatağında qoyub gedən insanı bağışlamazdım. Ona Ona görə görə də bağışlamam. sənə deyə bilmirəm ki, qayıtsın, gəlsin, barış. Kimsə məni necə istəyir elə də başa düşsün. Onsuz da nemət heç kəs demir İnciməyin. bağışla. Bu elə Mən bir yenə vəziyyətdir deyirəm, ki, bu nemət mövqe olaraq içindən mən deyə gəldiyi bilərəm kimi ki, davranacaq. nə gəlin barışın, olan olub Zahir keçin. nədən də söyləyə bilmədi? Nədən də söyləyə bilmədi Hələ ki, deyir ki, hə, nəyə görə mən o də belə kimsəyəm. ehtinassız olur? Ancaq elə maddiyyat, mənim maddiyyatım yoxdur. Mənim Çox maddiyyatım soyuq, yoxdur. çox soyuq, Çox. çox etinasız, Laqeyd, çox çox məsuliyyətsiz, laqeyd. 5 ay kirayəsi belə artıq. Hələ hazırda bilmək adamın. olmaz ki, həyatda... Kimlər o hələ dəstək olacaq, heç bilmirik. Xanım demək istəmirəm. Yetər, hələ bilmək olmaz ki, sənin başına nə hadisələr gələcək. Səni həyatda nələr Burada heç kim sənə qarğış eləmir ha. Prosta Xeyr, sadəcə xeyr. olaraq həyatın bir bumerangı var da. İnsanca Həyat. sənə Və deyir, Nemət insanca. gözləyərdi ki, bu hala gəlsin. O gözləyərdi ki, belə bir qəza Nemət yaşasın. sağalacaq da, hamısından yaxşı da olacaq. Ayaq üstə də O duracaq, yetər olmayacaq, bəli. başqa bir gözəl bəlkə də xanım olacaq. Bəlkə də onun qədrini bilən bir insan olacaq. Həyatda Allahın o qədər gözəl möcüzələri Sizi inandırım olur ki, bəlkə də telefonlarımız susmur ki, biz ona diqqət qayğı göstərmək istəyirik, yanında olmaq istəyirik, xanımı da olmaq istəyirik. Bilirsiniz, həyatda yanlış seçimlər var da həyatımızda. Bəli, Çox bəli, təəssüf. bəli. Yanlış seçimlər var. Çox təəssüf. Səhvlərimiz Çox yox. təəssüf. Üzr istəyirəm Zarma. Bütün Azərbaycan mətbəxində bütün yeməklər bişirə bilirəm. Hər şey Ay bacarıram. Allah. Aşpazlığı da Aa, bilirsən. görək. 6 yaşımdan böyüyə, tək hər şey tək elə. Paltarımı ütüləyirəm, evə götürürəm, yeməklər bişirirəm. Yəni heç vaxt ac qalmamışam. Nə tapdım bir şey yeyirəm Allah'a şükür. Sadəcə olaraq bu Allahın bir sınağıdır. Səbqə səhmanı da yerlədi, Zarma. Səbqə səhmanı, geyimi, ikincimi. Görün o nə qədər gözəl, görün o Valla nə özünü qədər... Təmiz, belə bir təmiz, insanın vallahi. başına fırlanır. Bu səbqə səhmanı da Vallahi yerlədi. təmiz. Pintini yox, başqa bunun pis adətləri O cür yox, nə xəstəliklə. bilim. Bax gör bu xəstəliklə bunun
vəziyyətinə bax, Səlqə Səhmanına Elə bax. bir xəstəliklə, amma onun geyiminə bax. Xəstəlik Elə yox, insanlar düzələcək gəlir, ayağıdır. elə insanlar gəlir, əli də yerində, ayağı da yerində, başından yağ tökülür, saçını yumur gəlir. Səlqə Səhmanına bax, adam elə tək Onu yaşasın deyirəm Səlqə də Səhmanına. sosial. Onu deyirik də hələ. Səhar müəllim, mənə Bizdə elə bir gəlir kəlmə yalan da demədi, ki, o inşallah təmiz deyil onlar həkimlərin haqqında. Bunları sayəsində dəvət eləmə- ayağı da düzələr, ayağı da düzələr. Bacarığı da var, aşpaz kimi də çalışa bilər, ondan sonra ofisiant kimi də çalışa bilər, müxtəlif yerlərdə çalışa bilər, ayaq üstə də duracaq, xalq da dəstək olacaq, amma o xanımın dedikləri heç bir belə bir, necə deyim, səbəb deyil ki, gəlib Nemətin yanında olmasın. Ən pis gündə, ən azından həftədə bir dəfə 6 bazarı gəlib, təmizliyinə baxıb, evini yığışdı, yanında bir mənəvi dəstək olub, yeməklərini pişirib, xaladelikdə yarım fabrikat kimi saxlayıb, yəni ən azından xanım kimi öz borcunu yerinə yetirməlidir. Baxın, çox nadir yerlər var ki, o yerlərdə olanda insanların gözü qapıda olur. Bir xəstə yatağında, həbsxanada, mütləq şəkildə, bir də uşaq evində, qocalar evi, 4 məkan var. Bu 4 məkanda insanların gözü daim qapıda olur. Və gözləyir ki, o qapıdan kimsə girsin içəri. Bunlar çox üzr istəyirəm. Bunlar üçündə mən olmuşam. Qocalar evində də, uşaq evində də, xəstəxanada da. Allah dördüncüyü qorusun. Hamısını sığınacaqlar yerləşdirilib 6 ay orada qaldım. Həmişə gözüm qapıda qalırdı. Gələn olar, gedən olar. Orada yaşlı insanlarla qalırdıq. Oturduğum nesada oynayırdıq, təsəlli verirdilər. Qocalar evində də gedib qalmısan. Elə bir ki, sığınacaq 60 yaşa kimidir. 60 yaşa kimi sığınacağı saxlayırlar. Oradan sonra yaşlı qocalar evinə göndərir. Demək olar ki, palatada bir dənə gəncmən idim. Qalan hamısı 55-dən yuxarı yaşı var idi. 6 da şeydən qalır. Birdən mən görürəm ki, sən çox idraklı, çox düşüncəli bir olansan. Mənə maraqlıdır ki, sən bəzən sual verirsənmi özünə ki, niyə bunlar hamısı sənin başına gəlib? Mən çox üzr istəyirəm. Həyatı boyu yanlışım olmayıb, keçən olmamışam. Nə bilim, çətin həyat tərzi yaşamışam. Düzdür. Amma Allah'a şükür, Allah qoruyub, saxlayıb. İndiyə kimi mərifətim qanacağım, həmişə yerində olub. İşlədiyim hər yerdə də həmişə başım uca olub. Əlavə premiyalar almışam. Nümunəvi işləm olduğum. Hətta əskərdə belə Naxçıvanda qulluq eləmişəm. Ədliyyə Nazirliyində. Hətta əskərdə belə mənim əskərlik qutarandan sonra məni fəxri şeylə tərtib eləmişdilər. Bəli, nümunəvi əskər olduğuma görə hər şey. Göstərdiyim bütün, yəni ki, hara gedirəm, həmişə qarşıma şeylər, normal qarşılayırlar. Heç vaxt böyük şey əsik olmuyor da məndən. Həmişə böyük şey sayan olmuşam. Mərifətim qanacağım yerində olub. Həmişə bununla da özümə fəxr eləmişəm ki, indiyə kimi heç kimi xəttinə dəyməmişəm. Heç kimi. Sadəcə bu Allahın bir sınağıdır. Və mən bu sınaqdan keçdim. Mən 7 əməliyyatı yola verdim. 7 əməliyyatdan keçdim. Mən morfinlə yaşayırdım. Sığınacaqda mənə morfin vurdu. Sümüklərim ağrısını dayana bilmirdim. Bədənimin 35% sümüyü qırılmışdı. Kənəm ortadan aralanmışdı. Gözüm sallanmışdı. Çanağım plastikdir mənim. Ömürlük plastik qalacaq. Ayağım 3 sm qısadır. Mən bu sınaqdan keçdim. Allah'a şükür dirəndim. Mən dəfələrlə yataqda olanda intihar eləmək istəmişəm. Çünki ağrıyı dayana bilmirdim. Dözəmirdim ağrıya. O qədər ağrıydım. Gecə qışqırırdım, ağrıdan dayanamırdım. Mən bunu keçdim. Tək. Özü tək. Heç kim yox. Mən evdə tək qalır. Bir dənə axşam ağrım olur. Elə vaxt o bir gün ərzində doktor skoru çağırıram. Allah qəbul eləyər. O qədər dərman vururlar ki, mənə ağrı kəsi təsir edəmir o şey. Mütləq onlara deyil. Mən 3 ildir qəza keçirəndən bu yana 3 ildir mən təkəm. 3 ildir mən bütün əməliyyatlarımı tək yola verdim. Hər yeri tək getdim. Mən tək xəstəxanalar tək daşdım. Sənin bütün sınıqların sağalacaq, amma ürəyinin sınığını sağaltmaq mümkün deyil. Və onu biləsən. Mən çox çarəsiz qaldım. Yenə Allahdan ümidimi üzmədim. Yenə də üzmürəm. Sağalacam inşallah. Allah bir yol açacaq, inanıram. Yaxşı olacaq. Mən buna inanıram.
bir şey söyleyeceğim. Bakın. Mən həyatı boyu kiminsə xəstəliyinə, ağrısına, acısına, enişinə, yerdə qalmağına ağlamaram. Yazıqlıq kimi bir şey yoxdur içimdə ki, kiməsə rəhmim gələr. Mənim miskin insanlara ürəyim ağrıyır. Həyatının dəyərini bilməyən, mənəviyyatı bilməyən, cəmiyyətimizi bax belə körləyən, təxminən bir 5-6 ildən sonra o uşaqların əlindən tutub heç vaxt efirlərə çıxa bilməyəcəksən ki, sən atası qoyub gedib və yanına gəlmir neçə illərdir. Çünki bu tarixdir. Bu YouTube-da da qalacaq, bu Google-da da qalacaq, bu harda istəyirsən orada da qalacaq. Və illər sonra belə o uşaqlar böyüyüb bu kadrlara baxacaqlar. Baxacaqlar. Mən yetərlə fazla, o türklərin sözü olmasın, elə gözəl bəzən sözlər yerinə düşür ki də, bizdə, məsələn, bizdə də qəşəng alınır, amma türklərdə belə lap tikan çıxardır da, deyir, fazla uğraşmaq istəmirəm artıq. Yəni, nə desəm belə hiss edirəm ki, heç bir mənası yoxdur. Yəni, Sən özündə olmalıdır. Hə. Və heç buradan efir vasitəsilə də artıq get-gedə də alçaltmaq da istəmirəm. Kimsə mən xoşum gəlmir. İllah da bir qadın xeylağını alçaldanda, onu hansısa bir duruma gətirəndə. Zaten o alçalıb. O belə ehtinatsız, öz iki uşağın atasına belə ehtinatsız olmaqla, insansızlıq göstərməklə. Biz hər halda... Biz yoldaşından danışıq, gəlin anasından birinci danışaq. Anası bu cür, 6 yaşında uşağın nə günahı ola bilər ki, onu atasan? Ay ana adına sən layiq deyilsən, ay ana. Köçüb gediblər Şəkidən, Sumqayıtda yaşayırlar onlar. İmkanın çatmadı, bəs o iki oğlu necə saxlamısan neçə illərdir? Və bunun yazığın günahı nə idi? Alo, Novosibirsk'dən bir zəngimiz var. Telefonlarımız dayanmır, inanırsınız. Telefonlarımız dayanmır. Biz özümüzə gələ bilmirik. Alo. Zahir müəllim, salam aleyküm. Salam qardaş, salam. Axşamınız xeyir olsun. Çox vaxtınızı almayacağım. Mən hələ siz veriliş aparanda özümü ağlayıram indi. Hələ sizin ağladığınızı mən görməmişdim. Ona görə də o kişiyə nə lazımsa, ev kirəsi, mən göndərəcəm telefon nömrəsi, rekvizitin göndərsin, mən ona 1000 rubl göndərəcəm. Ev kirəsini də versin. Sizin adınız nədir? Allah razı olsun. Adınız nədir? Mən Hacıyam. 74-cü ildə Novosibirsk şəhərində yaşayıram. Adım da Əlbabadır. Əslim Zərdab rayonundandır. Mingəçevirdə də evimiz, eşiyimiz oradadır. Allah köməyiniz. Yəqin ki, o sizin o göz həkiminiz var. O Mingəçevirdə işləməyib ki. Bilmirəm ki. O məncə Mingəçevirdə işləyib. Nədir onun adı? Siz hansı həkimi deyirsiniz? Xəlil həkimi. Bax, indi efirdə göstərdiniz Xəlil həkimi. Bəli, yox. Bir dənə ondan soruşun, gör nə gəlir, Mingəçevirdə işləyib, o bizim ailəmizi çox yaxşı tanımalı. Yox, o Bakıda işləyib, o heç vaxt Mingəçevirdə işləməyibdir. Çox güman ki, siz onu bəlkə də oxşatmısınız kiməsə. Yenə də minnətdaram sizə, var olasınız. Dəstəyinizə görə çox sağ olun. Elə Nemətin öz nömrəsini verərik sizə. WhatsApp-la əlaqə saxlayarsınız. Nə vaxt nə dəstəyiniz olsa özünə eləyərsiniz. Allah köməyiniz olsun. Çox sağ olun. Minnətdarıq sizə, var olasınız. Baxın, insanların ürəyi dayanmaz ki, dayanmır, eləyirlər, yaxşılıqlarını eləyirlər. Amma onu biləsən ki, Allah Taala səni bax bütün bu sınaqlardan çıxardıb. 6 yaşında da səni ölmədin. Bu yaşına gəldin, çıxdın, o boyda böyük bir qaza, kamazın altına gedib girmişsən, yenə ölməmisən, yenə sağsan. Fiziki olaraq sən sağsan. Bir də mənəvi onu dəstək. 1000 manat deyir, mən çaşdım 1000 rubl dedim deyir. Çaşdım deyir. Bayaqdan kövrəlib deyir ki, mən dilim çaşdı, buranın pulu ilə dedim də 1000 manat göndərəcəm deyir. Hətta 1000 rubl göndərmiş olsaydınız belə yenə də təşəkkür edirik sizə. Özünün nömrəsini verəcəyik, özü ilə danışarsınız. Yəqin bir kart hesabı açar, özü ilə əlaqə saxlayarsınız. Minnətdarım. Pulları eşit serlər yoldaşı gələr. Heç qəbul eləməzdim o qadını. Xeyr. İndi o pulları Heç vaxt. Zahir bəy, o qadın ümumiyyətcə nə həyat yoldaşı kimi qəbul olunur, nə insan kimi qəbul olunur. Özü bilər, öz istəyidir. Nə qadın kimi qəbul olunur. O puldan sonra sənə gəlirsə, sən onu qəbul edirsənsə, günah sənin özündə olacaq. Çox üzr istəyirəm. Bəlkə məni qəddar kimi qəbul eləyə bilərlər. Olsun.
Onsuz da Heç də bəzən eləməzdi. deyirlər ki, səni yaxından tanıdıq, ondan sonra belə filan bəşmə. Məni yaxından və uzaqdan tanımaq lazım deyil. Elə nəyəmsə buyam. İstəyirsiniz məni qəddar kimi qəbul eləyin, nə istəyirsiniz? Amma bir insana ömürgün yoldaşı deyiriksə, həyat yoldaşı deyiriksə, o öləndə də onun yanında olmalıdır. Xəstəlikdə də, ağrıda da, acıda da, sevgidə də biz belə gördük. Başın üstünə. Biz bunu gördük. Mən öz ailəmdən bunu gördüm. Mənim atamın qazandığı vaxtlarda da, qazanmadığı vaxtlarda da, ağır vaxtlarında da, yaxşı durumlarında da mənim anam ona uyğun hərəkət eləyib həmişə. Həyat yoldaşı. Həmişə ona uyğun hərəkət eləyib. Biz öz ailəmdən də mən bunu gördüm. Xəstəliyimdə, ağrımda, acımda mən qapıdan çıxarda bilmirdim Günayı xəstələnəndə. Qapıdan çıxarda bilmirdim adamı. Zar bəy, ailə belə olmalıdır Yəni da. ailə necə olmalıdır? Ailə başqa nətər ola bilər ailə? Ailə deyiriksə bir-birimizə necə olmalıdır? Sən ayağını alırsan, mən saxlayamırsan, orada pul kartı ver mənə, gedirəm oturam anamgildə, sən də gör nə edirsən də. Bu ailədir. Mən onu niyə qəbul eləməliyəm o arvadı? Hara qəbul eləyim? Zar bəy, əgər onu qəbul etsə elə özünü aldadacaq. O hara, hara? Yetər kimi insanlar heç ona xanım demək Valla istəmirəm. Kəmaldir mən, bəlkə mənə pis baxırsınız, deyirsiniz ki, bu nə danışır burada? Biz burada ailələri barışdırırıq, biz burada barışıq, əlimizi uzadırıq. Amma belə halda nə barışıq Valla söz tapırıq. Bəzən insanlara deyirlər, xəyanət elədi, ona görə barış. Xəyanət təkcə gedib hansısa kişi ilə oturub durmaq, hansısa qadınla oturub durmaq deyil. Bu heç ona bərabər bir şeydir. Xəyanət bu deyil. Ona bərabər bir şeydir bu. Sözünə xəyanətdir Zahir bəy bu. Biz Əhdinə xəyanət eləmək. Nigahda Əhdinə boşuna xilaf çıxmaq nə deyirlər? Nigahda boşuna deməyiblər ki, yaxşı gündə, pis gündə. Yaxşı gündə insan yanında olmalı. Ya bağlananda o sözlər Pis gündə yanında olmalı Bir önəmlidir. yerdə olacaq, söz verirlər, nikah bağlanır. Sən girdin kamazın altına, harda ölərsən. Bəlkə o ölmüşdü, heç xəbər olmayacaqdı ki, bu harda ölübdü. Harda bastırıblar. Aparıb Yersidə qəbristanlığında bastıracaqdılar. Bunun anası ola, atası ola. Atası ölübdü və atasının qardaşı yoxdur. Öz qardaşı var. Anası, ən azından anası var. İki qardaşı var. İki özünün Qardaşı var, var. hələ özündən 10 yaş böyük. Ay bir dənə ana, var. o tərəfə, bəs qardaşlar niyə ortada Bu deyil? cür evladı sən atmısan. Elə anası olsun, qardaşları olsun. Yox, bu adamı 20 yaşında, 25 yaşında anası imtina eləsəydi, deyərdim ki, bəlkə nadürüst hərəkəti olub, sözünə baxmır. Nədir, narkomanla məşğul olub, nə eləyibdir, pis vərdişlər var. 6 yaşlı uşağın nə günahı ola bilər ki? Ona nətər günahlandırım ki, sən yəqin 6 yaşında nəsə eləmirsən ki, anan səni atır. Yetər də bir səbəb tapa bilmədi desin. İndi Heç bir səbəb yoxdur. evi də olacaq, pul da olacaq, ana da buradan gələcək, arvad da buradan gələcək. Tökülüşəcək hamı. Bəli, tökülüşəcəklər. Ki, can bala, biz səni belə atmışıq. Sənin ən böyük səhvin onda olacaq ki, elə naxələf insanları bir də həyatına qəbul edəcəksən. Çünki Heç vaxt, qozbeli heç qəbir düzəldər. O yetər kimi insanlar heç vaxt düzələ bilməz. Sənin bir gündə üstüvə 7 dəfə həkim gəlib, sənə gecə gündüz bütün günü sən sümüklərin dərman ağrısından edirlər, bəli. yata bilməmsən. Sənin tanımadığın insanlar sənə kömək eləyib. Sənin uşaqlarının anası bu qədər etinadsız olubsa, heç o nə analığa, nə insanlığa, nə qadınlığa yaraşan heç bir hərəkət. Biz Onun burada adı oturmuşuq, yoxdur. yad O adamlardır, yetərin biz adı özümüzə yoxdur. gələ bilmirik. O sən. Yemək, Bu boyda qardaşları vəziyyətində, hardadır? bu ağır Qardaşları hardadır? İki qardaşı var da, ən azından Qəza- qardaşları dəstək dura bilər. İndi ana atıb. Qardaşlar hardadır? Qəzadan qabaq obyekt götürmüşdüm. Mən dönər ustası ilə macun sat belə işlədirdim. Qardaşlar yanındaydı. Arada sıra gəlirdilər, zəng edirdilər. Bəs nə? İşin var, Qəzaya pulun var. gələcək. Pulza da alırdılar. İndi də gələyidilər də. Arada borclar Gələcəklər. istəyirdilər. Borc istəyirdilər. Özləri nəsə işlə məşğuldular onlar. Sənin borcunu verə bilməyənlər səndən hansı borcu alırdılar? Sənin böyümə borcunu, vicdan borcunu sənin qabağında icra eləyə bilməyən bir ana övladlarını necə göndərdi ki, gedin onlardan pul alın? Hansı borc? Qəzadan sonra heç birindən səs yoxdur amma. Heç bir evdə olsun, nə xəstəxanaya, nə Ana da gəlməyib. iş yok. Özün bu vəziyyətində, bu ağır Zahir bəy, bu vəziyyətində. uşağın 6 yaş olanda qardaşların 16-17 yaş olubdu. Deyir ki, məndən 10 yaşda böyük idilər. Elə deyil. Yəni 16-17 yaşında elə ailə var ki, atanı itirir, oğul gedib işləyir, ailəyə Vallahi baxır. mən 16 yaşından qazandım. Yəni onu deməsə, ən 16 azından yaşımdan baba qardaşlar əllərindən qayaq dura qazandım. bilərdi də. 6 yaşındakı qardaşı, sən uca bu böyüyüb də 6-ya qədər gəlib baxa bilmirsiniz də demək ki 6 yaşa qədər. Əslində ən xərcli zamanlardan keçib artıq məktəb dövrünə çatmışdı. Qardaşlar bir yerdə yığışıb, ana, ata yığışıb baxa bilmirdilər birdən uşağa. Yəqin orada başqa temadır. Bu vəziyyətində Nə də temaydı orada? Ola bilər ki, ər-arvad arasında hansısa bir qısqanclıq olub, hansısa bir münaqişə olubdu. Bəlkə addım atıb deyib ki, kişi deyib ki, mənə aid deyil falan, bəşmən, nə bilim nə istəyirsən elə bu uşaqla, necə istəyirsən elə, bəlkə belə bir şey olubdu. Ağlıma hər şey gəlir.
İstənilən vəziyyətdə o qadının qarnından çıxmısan da, yəni kimin göydən Ən düşməmsən azından ki, ana göydən bəllidir gözdən də. bilinən. Ana bəllidir də. Hər halda ola bilər də, ola bilər ki, elə bir şey olsun ki, qadına desin Ananı ki, tapmaq olmur indi. Neynirəm ki o ananı? Yox, ümumiyyətlə. Nəyini tapım? Çağırım, gətirim, nayırım. Bu birini tapdıq, Gələcək bu boynu bir- belə bükəcək oturacaq. Tapdıq 33 gətirdik də il birini. keçib. Bu birini 24 tapdıq. ildən Bir sonra də birini baxmayaq. tapdıq gətirdik də neynədir? Yox, Boynu bu büktü, yoldaşı oturdu da belə də olub da tapışdı, hadisə. danışır. Elə Bu bilirsən vəziyyətində Sevil xanım, bu Hələ ağır- 24 ildən sonra uşağına baxmayan qadın gəlib deyir ki, bu nə qaracaq, bu mənə baxandır. Bu gedəcək, bu qeyb qazanıb gətirib mənə verəndir. Aybəniz deyir, uşağı üçün. 24 ildən sonra oğlu tapmışıq. Oğlu tapıb anasını. Deyir ki, bu məni saxlayandır. İndi bu da başqa bir oğuldur. Özün Tamam, bu ağır oğul, vəziyyətində. gör Mən insanlar- bayaqdan demək istəyirəm, üzr istəyirəm. Özün bu ağır vəziyyətində, bu maddi durumun belə pis vəziyyətində, müalicə, bu aldığı təqaüdü o verir bu uşaqlarına. Bəli, Gör nə özü qədər köpüksüz nankördür oturub. ki, bunun Bəli. ömürcün yoldaşı, evim gəlir o söz işlədim. Müqəddəs söz deyil bu. Bəli, bəli. Ömürcün yoldaşı. Başqa şeydir. Bunu O başqa başqa desəm laf ona aid yapırlar. deyil. Kəmalətin müəllim. Heç olmasa bu çətin vəziyyətində o təqaüdü uşaqlarına ayrı. Mən yenə ürəyimdən keçir ki, övladları var. O övladlar kənarda İndi qalması. boşansa alimentlərlə gəlib Övladlar- oturacaqlar ki, Bəli, aliment bəli, verməlisən. bəli. Bunları Onu saxlamalısan. tez, hə, onu tez tapar. Bax yenə Sizin saxlayın da. evladlarınız- Biz Yenə davam o təqaüd. eləyəcəyik, hələ zənglərimiz var, qəbul eləyəcəyik. Qardaş, sən narahat olma günə. Mən Sağ ol, sənə bir sağ şey ol. deyim. Allah Sən razı olsun. həkimlərinlə də mən danışmaq istəyirəm. Nömrələri varmı səndə? Zəhmət olmasa Elçin, yaxınlaş həkimlərin də nömrəsini götür. Bir həkimlərə bir təşəkkürümüzü bildirək buradan. Haqqına alan insanlara minnətdarlıq bildirmək lazımdır. Minnətdarlıq bildirmək lazımdır. Haqqı olan insanlara. Aslan bəy idi, bir də Afət. Afət xanımla Aslan bəyə təşəkkür. Nömrələrini ver zəhmət olmasa. Mütləq təşəkkürümüzü bildirək. Gerisi də nə lazımsa biz də yanındayıq, kömək eləyəcəyik, dəstək olacağıq sənə. Aslan həkim telefon xəttindədirmi? Tanıyırsınızmı Aslan həkimi? Tədris cərrahiyyədən Aslan həkim. Travmatoloqdur Aslan həkim. Tanıyırsınız? O tam təmənnasız əməliyyat eləyibdir, hər şeyini eləyiblər. Doktor, əgər mən dediyim Aslan doktor. Tədris cərrahiyyədə. Bəli, Aslan Məmmədov. bəli. Aslan doktor çox təcrübəli travmatoloqdur, çox təcrübəli travmatoloqdur. Şəxsən də tanıyıram, salamlarımı çatdırıram. Eşq olsun. 2 həkim ayağının kəsilməsini hətta deyib ki, ayağın kəsiləcəkdir doktor. Alo. Eşidirəm. Aslan doktor, necəsiz? Çox sağ olun, minnətdaram. Sizi niyə axtardığımızı yəqin bilirsiniz. Təxmin elədim, uşaqlar dedilər. Hə, mən sizə təşəkkür eləməkdən ötürü axtarmışam sizi. Çox sağ olun. Vallahi təşəkkürü siz görməmişsiniz. Siz orada yəni hər Yox. edə biləcəyiniz. Yox doktor, bilirsiniz, deyir o ola bilər məsələn bu sizin görəvinizdir, işinizdir. Ola bilər ki, bu sizin bilmirəm bəlkə sığorta ilə gəlib xəstə, onu da deyə bilmərəm, amma bütün bunların hamısını kənara qoyanda bir insani yanaşma var da. Yəni xəstənin burada danışığından mən hiss eləyirəm ki, o sizdən bir doğması kimi, əzizi kimi ona ev kirayalamaq, o kirayələri bu doktorlar eləyiblər də. Afət doktoru gil eləyiblər. Yəni bu qədər diqqət və qayğı göstərməyinizə görə minnətdaram sizə. Bu sizə deməliydim mən bunu, yoxsa ürəyim partlayardı. Çox sağ olun, çox sağ olun. Vallahi heç bir iş qəhrəmanlıq deyil bu. Hər bir insanın borcudur. Bacardığı işdə bir-birinə kömək eləsin. İndi biraz çətin zamanıdır, çətin dövrdür. Müəyyən sıxıntılar hamıda var. Amma elə bu sıxıntı zamanı bir-birimizə tutmalıyıq, kömək eləməliyik. Hər öz bacardığı işi görsə yaxşı olur. Allah köməyiniz olsun. Rəşad Şolan da buradadır, sizlə danışmaq istəyir. Aslan doktor, sizi salamlayıram. Rəşad Şolandır sizinlə danışan. Doktor salam, necə? Dəyərli dostumuz Aslan müəllim, Aslan doktor. Mən də öz növbəmdə təşəkkür bildirirəm belə fədakar həkimliyinizə görə və buna heç bir zaman şübhəm olmayıb. Çünki Aslan doktoru tanıyanlar bilir. Aslan doktor yaxşı insandır birinci növbədə, ikinci növbədə yaxşı həkimdir. Eşq olsun, salamlayıram. Çox sağ olun. Çox sağ olun doktor. Allah sizə var olsun. Hal-hazırda Novosibirskdən olan bizim həmin həmvətənlimiz Əli Baba müəllim, Əfqan müəllim,
1000 manat pul köçürüblər, çekin də göndəriblər, sənin kartına Çox sağ ol. oturmalıdır, çekin də göndəriblər, çekin göstərən biz pul yığmırıq burada hal-hazırda. Çox sağ ol, Sadəcə Allah olaraq razı olsun. o adam dəstək olubdur və Nemət bura pul yığmaq üçün də çıxmayıbdır. Bunu altını cızaraq söylüyorum. Nə pul yığmağa çıxıb, nə bir şey eləyibdir. Sadəcə olaraq adam baxıb, qəlbindən keçib, ürəyindən keçib ki, dəstək olsun, dəstək olubdur. Nemətin ailə vəziyyətinə görə biz bura dəvət eləmişdik, doktor. Deməli, anası da 6 yaşında buraxıb gedib. Yoldaşı da 2 uşağın da avariya düşəndən sonra götürüb çıxıb gedib və heç bir əsas gətirə bilmədi bura. Bir dənə tutarlı bir səbəb gətirə bilmədi ki, mən niyə getmişəm. Zaur bəy, mən hər zaman deyirəm, bir sevginin, istəyin yolu fədakarlıqdan keçir. Bir insana nə qədər fədakarlıq eləyə bilirsənsə, o qədər onu sevə bilirsən və yaxud istəyə bilirsən. Heç bir şey fədakarlıq eləyə bilmirsənsə, demək ki, ortada sevgidən, istəkdən söhbət gedir. Tək börək həkimi deyil, ürəkdən də bilir. Anadan da ki xəbər yoxdur da, hə? Anadan da ki xəbər yoxdur. Ana olan kəsdən cəmaatın anası gəlir, sahib çıxır. Doktor, nə qəribə dünyadır. qəribə ya. Başqasının anası gəlsin, sahib çıxsın. Başqasının balası gəlsin, sahib çıxsın. Öz doğma Və anı biz gəlir. niyə doğub törüyürük? Yaxşı, onda heç bir reproduktiv hər şeyi kəsək tulluyaq çıxsın, getsin də. Yəni çıxardaq orqanlarımızı Kim uşağı ilə onu tək nə bilim, qoyan o da daxil anadır da. orqanlarımızın hamısını gedək məhv eləyək. O bəzi heyvanlara apar verirlər. Yəni bu nə duyğu oldu, nə hiss oldu, nə emosiya oldu, nə analıq oldu, hamımız nə şöhrətli, qardaşlıq hamımız. oldu. Mən məsələn bu adama qardaş demişəm də. Məsələn mənim öz qardaşım da var. Allah bütün ailələri qorusun, qardaşları, bacıları, doğmaları, yaxınları. Dara düşən kimi mənim qardaşım, bacım başım Birinci, üstündədir. bəli. Allah hamd olsun, mən xəstə, möhkəm baş ağrılarım olurdu, universitetdə oxuyurdum mən. Başımın ağrısından gecə səhərə qədər yata bilmirdim. Səhərə yaxın dururdum ki, başıma nəsə damır. Gördüm ki, bacım Nərgizin gözünün yaşıdır. Başımın üstündə dayanıbdı. Yəni, qardaş-bacı nətər olur? Onun, məsələn, onların balaları indi xaricdədirlər, praktikaya gediblər. Mən hər gecə onların uşaqları ilə canlı görüntülü danışmasam, mən yata bilmirəm. Allah hamd olsun, öz uşaqlarımdan çox onlarla narahatam ki, görüm haradadılar, hara getdilər, nə yediniz, nə içdiniz, bugün nə qardınız, hardan getdiniz, kimdən getdiniz, gecə evə tez gəl ginən, orada qalma, bunu elə ginən, onu elə ginən. Səhər, fikrimdə, beynimdə ancaq o qardaşım, bacımın balalardır, praktikadadılar, Ankarada və İzmirdə. Bütün fikrim onların yanındadır ki, görəsən neyniyirlər? Bu bizə genetik keçib, ana. Bu evdə analıq olmayıbdır. Bu evdə ana olmayıb. Başa düşürsünüz, ana nədir? Məsələn, bura qoy unu, bura qoy suyu, bura qoy duzu, bura qoy nə bilim alovu. Yapışacaqmı bir-birinə? Bunu xəmir kimi yoğurmaq lazımdır. Ana o xəmirdir, başa düşürsünüz? O yoğurulmuş xəmir. O hamını, bütün o ingrediyentləri bir-birinə cəmləyəndir. Ana odur mənə görə. Yəni bir evdə ana yoxdursa, o analıq duyğusu olmayıbsa, o ikisini birindən ayırıb, ona öz... Bəlkə heç onlar nətər böyüyüb, Allah bilir. Heç onlar onun yanında qalmış kimi hesab eləmirəm mən. Bir ana ikisini yanında saxlayıb, birini atıbsa, heç onlar da onun yanında, fiziki olaraq onların yanında ola bilər, amma mənən onların yanında olmayıbdır. Mümkün deyil, doktor. Bəlkə mən səhvəm, Kəmaləddin bəy, bəlkə hissə qapılıram, emosiya. Bugün mənim duyğularım o qədər belə qarışıqdır ki də, İçimdə tam səmimi deyəcəm. O gələndə bura içimdən belə bir fikir var idi ki, bəlkə bu nəyəsə yalan deyir, bəlkə gizlədir, bəlkə səhv deyir, bəlkə nəsə elə bir şey eləyib ki, o qadına insandır da, qadın da tüpürüb hər şeyə çıxıb gedibdir də. Biz o zəngi gözlədik ona görə. Zəngə görə sustum, buramda boğulurdum, qınamaq istəyirdim bunu. O danışandan sonra dedim mən yox, heç bir bəhanə yox doktor ortada, heç bir. Mən də ələ baxıram. Zahir bəy heç o danışa bilmədi. O qədər günahı çox idi ki, o heç danışa bilmədi. Söz tapa bilmədi. Bəli. Ancaq maddiyyata bağlanır. Atanın yanındasan da, ələ baxmısan da, neçə il sən atanın yanında. İki uşağı ilə onu tək qoyub, o da anadır. Bəs indi o uşaqlar gül kimi uşaqlardır, ona bax, ay parçası kimi uşaqlardır. İki uşağı ilə tək qoyan da anadır, bunlar anadır. Demək mümkünsə, ana demək mümkünsə. Bunlara demək, kövrəlmişik səhərdən biz burada nə hallara düşürük. Valla bir əmdə mən... Heç olmasa bir dəfə telefonu buradan itkinin anasına, itkin mətləbin anasına 50 yerdən video göndərdilər ki, ala get ginəm. Bacı deyir, durub gəlib, bax 30 ildir bacısını axtarır. Bilmir, ölüb, qalıb, yaşayır, yaşamır, ər evindən yoxa çıxıb gedib. Onun da 2 balası gəlib, siz gəlib bu studiyada yatmalıydınız. Bax, o Esmiranın 2 uşağı bu studiya, fərqi yoxdur bu studiya, mənim studiyam, kimisə studiyası, fərq eləmir.
Polisin yanında yatmalıydınız, prokuraturada yatmalıydınız, dövlət hüquq mühafizə orqanlarının qapısında yatmalıydınız, axtarışa verməliydiniz ki, anamız hanı bizim? 2 yaşında 1, 6 aylıq, 4 aylıq, 6 aylıq körpəsi də 1. Bu qadın çıxıb gedibdi, hanı? Hanı? Yapışardım mən o qohum əqrabanın yaxasından, əl çəkməzdim onlardan ki, mənə anamı verin. Dayım da olsa yapışardım, əmim də olsa yapışardım, xalam da, bibim də, ata tərəfi də, ana tərəfi də. Ola bilər onlar bir-birini qırır, bəlkə biri yalan deyir, biri düz deyir. Amma mən həqiqəti tapmaqdan ötürü hamısının yaxasına yapışardım ki, mənim anamı verin. Səhv deyirəmsə, deyin, səhv deyirsən. Mənə fərqi yox, olmazdı ki, məsələn, əmim bir söz deyir, dayım bir söz deyir, xalam bir söz deyir, bibim bir söz, ata tərəfim onu deyir, ana tərəfim. Fərqi nədir ki, mənə anamı verin, tapın verin. Dayılı, bibili, əmili, qardaşlı, yığışın bir yerə, tapın çıxardım bu qadını ortaya. O uşaqlar burada olmalıydı. Siz olmalıydınız burada. Siz gəlməliydiniz ki, anamız yoxdur. 29 ildir bizi doğub həyat verən qadın yoxdur. Hanı? Hardadır? Nə olar, bir gedək görək və bunu bir nəysə qalıbmı? Necə olub yoxa çıxıbdır? Niyə öldürüblər? Öldürüblərmi? Öldübmü? İntihar mı edibdir? Hara yoxa çıxıbdır? Niyə yoxa çıxıbdır? Ananız itib sizin. Ana. Sizi dünyaya gətirən ana. Cəmaət internata qoyulur, uşaq evinə qoyulur, atılır bələkdə. Ana hiss eləməyən vaxtı. 40 ildən sonra durur gəlir ki, məni 40 il bundan qabaq bələkdə aparıb internat evinə qoyublar, uşaq evinə qoyublar, körpələr evinə atıblar, zibil qutusuna atıblar, filan kəs gedib tapıbdır. Nə olar, o qadını görüm rəngi nədir? Sizin bir duyğunuz olmadı ki, ananızı axtarasınız. Esmiranın uşaqlarına səslənirəm burada. Sizə səslənirəm.